Salam, xoş gördük hər birinizi. Sizlərlə mən İlkin Əkbərov yenidən qarşınızdayım. Bugün bəhs etdiyimiz kimi fonetika mövzusunun, fonetika bölməsinin ikinci izahı ilə qarşınızdayıq. Elə isə başlayaq. Fonetikada biz ötən dərsimizdə saitlərdən bəhs etdik. Bugün isə haqqında danışacağımız bölmə ümumiyyətlə samitlər olacaq. Videonun müddəti həddən artıq uzun olmasın deyə mən qabaqcadan lövhəyə artıq bəzi şeyləri qeyd etdim. Səliqəli olmağa çalışdım mümkün qədər. Görək necə bacarmışam. Samitlər iki qismə bölünür. Kar samitlər və zincirtili samitlər. Kar samitlərin tələffüzündə səs telləri qeyri-fəal şəkildə iştirak edir. Kar samitlər dilimizdə küydən ibarət olur. Zincirtili samitlər isə küydən və avazdan ibarət olur. Yəni onların tələffüzündə ona görə də səs telləri fəal şəkildə iştirak eləyəcək. Aydındırmı? Dilimizdə mən ötən dərs üzr istəyirəm, qeyd etmişdim ki 23 samit hərf var, 25 samit səs var. Bu iki dənəsinin də fərqi bizim bugünkü mövzularımızdan olacaq ki, nəyə görə, nəyə əsasən bu iki samit fərq verir. Yaxşımı? Kar zincirtili samit cütlüklərini öyrənərkən biz qarşılıqlı şəkildə onları öyrənməyə çalışmalıyıq. Məsələn, buradan bir yer tapıb yazacağım, narahat olmayın. Mən adətən tövsiyə edərdim ki, zincirtili samitləri öncədən öyrənin, onların qarşılığını isə, yəni kar variantlarını sonra. Məsəl üçün, B, P, D, T, G, K, G, X, C, K, sonra V, F, F. Q'ını yazdım. Y, xışdırıq. Mübahisələri yazdım bir dəqiqə. K yazıldı, Q yazıldı, C yazıldı, Q yazıldı. Bəli, ən mübahisələr bunlardır. L, M, N, R. Bunlar sonor səslər adlanır. Nə deməkdir sonor? Yəni həmin samitlər zincirtili olub, onların kar qarşılığı yoxdur. Baxın, birinci yazdıqlarım hamısı zincirtili samitlərdir, qarşılıqları kardır. Bunları belə öyrənmək bizə niyə kömək edir, yəni niyə lazımdır? Ondan ötürü ki, biz gələcəkdə fonetik təhlil eləyəcəyik. Ümumiyyətlə elə bugünkü dərsimizdə də sözün düzgün yazılışı ilə yanaşı, onun düzgün deyilişi də əsasdır. Daha sonra C, Ç. Başqa vaxtı əzbərdən hamı sadalayır, indi yaddan çıxır bəzi şeylər. B, P, D, T, G, K, B, X, C, K, aha, B, F yazmışam, L, M, N yazmışam. Bir də bizim H-mız var, H samiti. H samiti, ümumiyyətlə dedim ki, dildə 4 dənə sonor samitimiz var ki, zincirtilidir. H isə kardır, onun zincirtili qarşılığı yoxdur. Burada yazdıqlarım birinci tərəfdə zincirtillər olub, kar qarşılıqları müvafiq şəkildə verilib. H isə kardır, onun heç bir zincirtili qarşılığı yoxdur. Aydındır? N sonordur. 4 dənə sonorumuz var. Bunlardan burun samitləri, boğaz samitləri və s. də var. Öz aralarında bölünürlər. Lakin onları bilməyə bir elə də ehtiyac yoxdur. Samitlərin bölgüsü, yəqin ki, hər birinizin əlinizdə vəsaitiniz var. Yəni bu şəkildədir. Oradan oxuya bilərsiniz. Yəni onun üzərində çox dayanmağa dəyməz. Yəni o artıq sizin əzbər gücünüzə qalmış olan bir məsələdir. Biz bugün haqqında danışacağıq Q hərfi, Q hərfi, enicisli qoşa samitli sözlər, tək hecalı, müxtəlif hecalı, B, D, C, C-nin söz sonunda tələffüzü, qoşa samitlər, qoşa yığılar, tək yığılar və s. Bugünkü mövzumuz çox uzun olacaq deyəsən, amma çalışaq ki, qısalaşdıraq, çox da uzun tutub bir-birimizi yormayaq. Birinci haqqında danışacağımız məsələlərdən biri Q samitidir. Q samiti qeyd etmişəm ki, 5 cür səs verə bilir. Fərq yoxdur söz əvvəlində, sonunda, ortasında. Q, K, X, Y və G samitləri. Q səsi.
Ç'dan bəhs edirik. Ç ərəb, fars və milli mənşəli sözlərdə söz əvvəlində olduğu kimi deyilir. Kələm, kənd və s. Yəni olduğu kimi eşidilir. Yəni nə olur? Olur elə ki. Rus-Avropa mənşəli sözlərdə isə 3 əsas prinsip ortaya çıxır. Yəni 3 cür demək olar ki, tələffüz forması var. Birincisi, əgər Ç'dan sonra incə saitli bir söz gələrsə, həmin söz Ç kimi tələffüz olunur. Kino, Kiyev yazmışam artıq. Aydındırmı? İncə saitli söz gəlir. Baxın Ç'dan sonra. Daha sonra, əgər Ç'dan sonra qalın saitli bir söz gələrsə, söhbət Rus-Avropa mənşəli sözlərdən gedir, hələ ki. Həmin söz K kimi tələffüz olunacaq. K. Aydındır? K kimi. Məsəl üçün, kapitan. Bax, bu şəkildə tələffüz olunacaq. Yaxşımı? Yaxud da bunu uzada bilərik əslində. Kommunal yaza bilərik. Kommunal şəklində tələffüz olunacaq. Aydındır? Həmçinin biz burada bir m-nın da düşməsi hadisəsini görürük. Daha sonra yazmışam ki, sözün orta və son hecasında K-nın bir müxtəlif cür tələffüzünü görə bilirik. Əslində bu müxtəliflik yenə K-nın üzərindədir. Lakin sözün ya orta yaxud da son hissəsində deyilməlidir. Yazmışam sintaksis və oktyabr sözlərini. Artıq bir də onların tələffüzünü yazmağa ehtiyac yoxdur. Yaxşı, birini yazım. Sintaksis şəklində tələffüz olunacaq. Aydındır? Deməli, Rus-Avropa mənşəli sözlərdə 3 cür məqam oldu. Sözdə K-dan sonra incə sait gələrsə, K olduğu kimi qalır. Qalın sait gələrsə K-ya keçir. Üzr istəyirəm. Sözün orta və yaxud da son hissələrində verilirsə, yenə K kimi tələffüz olunacaq. Aydındırmı? Bax belə. Bunlardan danışdıq, bu qaydada onun davamı oldu. Daha sonra yazmışam ki, incə saitlə samitin arasındakı K, x kimi tələffüz olunur. Məsəl üçün, bəkməz yazılır, bəhməz deyilir. Bu x səsi əslində nə elə x-dir, nə h-dır. Əslində bunların bir qarışımıdır. Aydındır? Və bu şəkildə. Daha sonra, bunlar hələ ki giriş məqsədi daşıyır. Yəni, bunlar hələ heç nədir. Ona görə diqqətli, yəni bu yazdığım ardıcıllıqla öyrənsəz daha yaxşı olar. Daha sonra bir qrup sözlər var ki, çiçək, ləçək və s. sözlərimizdə mən daha çox testə düşən sözlər yazıram. Bizə lazım olanlar. Yəni, bunları uzatmaq da olar əslində. Bu tip sözlərdə söz orijinal formasında, tutaq ki, çiçək sözünü götürək. Orijinal formada bunun tələffüzü belədir. Çiçək, x-dir. Aydındırmı? Həmçinin ləçək. X-dir. Ləçək, çiçək. Lakin, əgər söz birləşmə şəklindədirsə, ümumiyyətlə, K-dan sonra, yəni sait gələrsə, K-dan sonra sait gələrsə, bu birləşmə belə tələffüz olunacaq. Çiçək ətri. Nəyə görə? Deyirik ki, özündən sonra sait ilə başlanan söz, yaxud da şəkilçi gəlsin. Aydındırmı? Əgər özündən sonra sait ilə başlanan şəkilçi gələndə, gələn bir söz görsə, y kimi tələffüz edəcək. Yox, samitlə başlanan bir söz gəlsə, məsəl üçün çiçək mağazası, o zaman orijinal versiyasında olduğu kimi səslənəcək. X-diriklə deyiləcək yenə. Çiçək mağazası. Aydındır. Mən demişdim ki, K-dan sonra istər saitlə başlanan bir söz gəlsin, ətir sözü gəlsin, istərsə də K-dan sonra bir şəkilçi gəlsin, yaxud da o mürəkkəb sözün bir parçası olsun, heç bir fərqi yoxdur. K-dan sonra sait varmı? K-dan sonra harada saiti görsək, onun tələffüzünü biz y kimi verəcəyik. Ürək açan. Aydındır? Y. Bir də yazmıram. Yaxşımı? Bu sözü mən xüsusilə qeyd etmişəm. Çünki dimin
testində mövcuddur. Kəklik ovu sözündə biz çığının 3 variantlı ifadəsini görürük. Bir çığ kimi, bir x iştirik kimi, bir də y kimi. Söz əvvəlində çığ kimi verilib. Aydındırmı? Bizim ümumiyyətlə belə bir qaydamız var ki, sait ilə samit arasında x iştirik səsini verəcək. Az öncə dedik. Az öncə bunu qeyd etdik. Bəkməz sözündə olduğu kimi. Söz sonunda da çığdan sonra sait ilə başlayan şəkilçi gəlib deyə y şəklində tələffüz olunacaq. Elə ki, bu nümunə indiyə qədər dediyim hər şeyi əsaslandırır özündə. Yaxşı, bir qrup sözlər var ki, şərikdir, malikdir, iştirakdır, başqa nəbər, əmlakdır və s. Bu tipli sözlərə istər sait ilə başlayan şəkilçi, istərsə də samit ilə başlayan şəkilçi artırılsın, heç bir fərqi yoxdur. Necə deyilirsə, o cümlədə yazılacaq. Bax, bu sözlər. Şərik, malik, əmlak, iştirak və s. Aydındır. Təkcəli milli sözlərimiz var bizim. Türkdür, türkdür, yüçdür. Bunlar olduğu kimi qalır. Bunlar əzbər. Təkcəli alınma sözləri isə bank, çek, sondakı bu ç necə səslənir? K kimi. Çek, K kimi səslənəcək. Yəni, milli mənşəli sözlərimizdə ç-dır, alınma mənşəli sözlərimizdə isə k-dır. Yaxşı. Sonra mən yazmışam qoşa ç qaydası. Məsəl üçün, söz ortasında gəlsin. Gəlsin, olsun mütəkkəm. İkincisi özünün cincitili qarşılığı ilə əvəz olunacaq. Bayaq nə yazmışdıq? Ç-nın qarşılığı nə idi? C idi. Aydındır mı? Bu tip sözlər. Sonra, bu qoşa ç ilə işlənən məqam idi. Sonra qeyd etmişəm ki, söz ortasında ç, yəni söz ortasında artıq fərqi yoxdur. Sait ilə samitin arasında və s. işləmə məqamı müxtəlifdir. Söz ortasında ç varsa, c şəklində tələffüz olunduğu məqamlar var. Məsəl üçün, müşkül, qeyd etmişəm nə? Müşkül. Aydındır, miskin, miskin və s. Yerimiz artıq dolub, ona görə silməyə qıymıram əslində bunu. Belə, amma birazdan silməli olacaq. Sonra yazmışam ki, kar və keş şəkilçili sözlərdə artıq bəzən tələbələr bunu qarışdırırlar. Məsəl üçün, sənətkar şəklində tələffüz eləməyə çalışırlar. Bu səhvdir. Çünki sözün kökü sənətdirsə, kar mənim əslində bir cür yazılan şəkilçimdir. Yəni, mən bu şəkilçiləri c kimi tələffüz eləyənmərəm. Olduğu kimi saxlamalıyam. Sənətkar, zəhmətkeş. Yəni, buradakı ç-lar əslində şəkilçinin daxilindədir. Və şəkilçinin daxilində olduğuna görə də mən onu c əvəzlənməsi ilə yazmıram. Aydındır. Yəni, olduğu kimi onlar qalacaq. Ç-lardan bu qədər. Hələ ki silmirəm, qoy qalsın. Q'ların izahından sonra silərəm. Daha sonra keçirik Q samitinin yazılışına. Q samitinin yazılışı ç-ya nəzərən daha asandır. Ona görə də biraz fikriniz məndə olsa daha yaxşı qavraya bilərik bir dəfəmə. Yəni, bu izahlardan sonra əslində siz müəyyən qədər qeyd götürsəz, əslində kitabdan oxumağa bir elə də ehtiyac qalmayacaq. Çünki kitablarda bunlar qarışıqdır. Mən çalışmışam ki, yəni bunları sistemləşdirək. Q hərfi. Q hərfi özünü 4 cür göstərir. Q, K, G, K, G və X şəklində. X. Söz əvvəlində daha çox elə Azərbaycan mənşəli sözlərdə Q olduğu kimi qalır. Məsələn, fərq yoxdur, alınma ərəb-fars mənşəli söz də ola bilər. Məsəl üçün, qala, məsəl üçün, qəyyum, məsəl üçün, qabaq və s. Yaxşımı? Sonra, söz əvvəlində işlənmə məqamını dedik. Buna bir quş qoyduq. 2. Kar samitdən qabaq, cincitili samitdən qabaq. Əgər Q kar samitdən qabaq gələrsə, K kimi tələffüz olunacaq. Kar samit nədir? Bax, burada s-dır da, düzdürmü? Burada da s-dır. Əgər Q kar samitdən qabaq gəlirsə, K şəklində tələffüz olunacaq. Yox, əgər cincitili samitdən qabaq gəlirsə, bax, bu cincitili l-dır. L-dan qabaq nə gəlib? Q gəlir da, düzdür. Deməli, olduğu kimi Q şəklində də qalacaq. Bizim bir dənə istisnamız haqlı sözüdür ki, haqlı sözündə Q cincitilidən qabaq gəlsə də K kimi tələffüz olunacaq. Elə ki, bu birinci qaydaya tabi olacaq. Yəni, hər şeydə demək olar ki, hər dərs deyirəm, müəyyən bir istisna var. Bu da bizi qorxutmasın. Belə.
Hə, gəldik o deyir, necə deyərlər, dananın quyruğunun qopduğu yerə. Ən əsas məqamlar. Milli mənşəli sözlərdə müəyyən hadisələr baş verir. Milli mənşəli sözlərdə adətən otaq, yarpaq, balıq, bu tipli sözlərdə harda söz sonu qı görsə, %99%, yəni əminliklə x kimi götürə bilərsiniz. Otaq, balıq, yarpaq. Bu sözlərə əgər saitlə başlanan şəkilçisi və yaxud da söz gələrsə, ğ kimi deyiləcək. Baxaq. Məsəl üçün, yarpaq ətri yazmışam, düzdürmü? Yarpaq ətri olacaq artıq, aydındırmı? Oxu, niyə çəkmişəm? Hə, deyərəm indi. Deməli, q'dan sonra saitlə başlanan söz yaxud da şəkilçi gələrsə, ğ kimi tələffüz olunacaq. Necə? Ğ. Əgər q'dan sonra samitlə başlayan şəkilçi və yaxud da söz gələrsə, x kimi tələffüz olunacaq. Yarpaq saraldı. Transkripsiyamızda bağladıq. Aydındır. Alınma mənşəli, bura qeyd etmişəm ki, uşaq sözü, mənim bu dediyim qayda milli mənşəli sözlərə aid idi. Amma uşaq sözü də bu qaydaya tabidir. Baxaq, yoxlayaq. Adi halda tələffüzü olur onun, bura yazaq artıq, uşaq, düzdürmü? Uşaq. Yazılış necədir? Uşaq şəklində, deyilişi uşaq. Desəm ki, uşaq ağlayır, uşaq ağlayır. Desəm ki, uşaq ağlayır. Hə, necə olacaq? Eşidirəm dediyimizi. Uşaq ağlayır. Düzdürmü? Uşaq ağlayır. Desəm ki, bəs. Uşaq gəldi. Necə olacaq? Eşidirəm. Uşaq gəldi. Aydındır. Uşaq gəldi. Qoy yazım da. Daha keçib artıq. Hə. Görürsünüz, qabaqcadan yazmayanda çox səliqəsiz yazıram. Belə. Qoy da buranı əlimizi bulaşdırmışkən silək. Yəqin ki, qeydlərimizi götürdünüz. Yaxud da videonu əvvələr sarıb ekran görüntüsü ala bilərsiniz. İstəsəz. Daha sonra, alınma mənşəli sözlərdə görək nə baş verir. Sərdən oran silmirəm. Tıxışmışıq bir balaca yerə. Alınma mənşəli sözlərdə, üfüq, şəfəq, pedaqoq və s. tipli sözlərdə söz əgər q ilə qutarırsa, k şəklində tələffüz olunacaq. Məsəl üçün üfüq, məsəl üçün şəfəq, pedaqoq, bax bu şəkildə tələffüz olunacaq. İndi görək həmin alınma mənşəli bu sözlərə saitlə başlanan şəkilçi artırılanda hansı məqamlar baş verir? Şəkilçi və yaxud da söz, yaxud da samitlə başlanan şəkilçi və yaxud da söz artırılanda hansı məqamlar baş verir? Bunun yazaq da, məsəl üçün qeyd etdik, üfüq olur artıq, şəfəq, pedaqoq və s. K. Aydındır K. Orijinal halı necədir? Yəni, ilkin forması necədir? Üfüq, şəfəq, K ilə. Əgər həmin Q ilə bitən sözlərə alınma mənşəlidir, düzdürmü? Məntiq sözü, şəfəq, pedaqoq sözü bilinir ki, alınma mənşəlidir. Həmin sözlərə yenə saitlə başlanan şəkilçi artırılsa, məsəl üçün, məntiq elmi, məntiq oxumaq, burada olduğu kimi qalacaq. Mən əslində ikisində saitlə başlanan yazmışam. Niyə yazmışam bilmirəm. Yoxdur, ikisində yazmışamsa, məcbur ikisində deməliyəm, yazmalıyam. Yəni olacaq nə? Məntiq elmi. Olduğu kimi qalacaq. Saitlə başlanan şəkilçi gəldiyinə görə. Məntiq oxumaq. Olduğu kimi qalacaq. Düzdürmü? Yox əgər onlara samitlə başlanan bir şəkilçi gələ artırılarsa, məsəl üçün, məntiqdən, məntiq kitabı olsun. Heç sevmirəm mən məntiqi bu arada. Samitlə başlanan söz gələndə nə dedim? Olacaq nə? K. Yaxşı. Məntiqdən kəsildim. Məntiq kitabı. K artıq. Yaxşı. Bu qaydalara çalışaq, fikir verək. Sonra yazmışam ki, qoşa q sözlərində, qoşa q ilə işlənən sözlərdə, məsəl üçün, saqqal, toqqa və s. Bunlardan, uşaqlar ümumiyyətlə ağız öyrəşib, ona görə deyirəm, bunların tələffüzündə birincisi özünün, deməli, çar qarşılığı ilə əvəz olunacaq. Məsəl üçün,
Saqqal yazmışam ora artıq. Olacaq nə? Saqqal. Deyəsən, toqqanı da yazmışam, qoy yenə yazım, heç nə olmaz. Toqqa. Deməli, bunun birincisi nə söz, hansı hərfdir? Q hərfidir, düzdürmü? Artıq ikincisi yox, birincisi deyir, əvəz olunacaq. Bu tipli bir-iki dənə sözümüz var ki, bunlara da biz çalışaq, fikir verək. Belə, burada bir elə də başqa bir şey qalmadı. Bunları dedim, çar samitdən qabaq təqsir olur, təqsir. Zincirli samitdən qabaq olur, elə olduğu kimi qalır. İqlim, miqyas, istiqlal. İstisnamız var idi, haqlı, haqlı və s. sözlər. Yarpağı, otağı və s. hamısını qeyd etdik. Uşaq sözün. Burada elə də bir şey qalmadı. Ya, ola bilər yenə nəyəsə tez-tez danışıram və s. başa düşməzsiniz, amma qeydlərimə də baxın. Yəni, çünki bu qeydlər üzərindən mən də danışıram, yazmış olduğum. Deməli, biz Q-dan danışdıq, Q-dan da danışdıq. İşimizin 90%-ni həll elədik demək olar ki. Artıq bir-iki məqamlar qaldı. Bundan sonra yenə yazacağım. Yenə yazacağım, amma az yazacağım. Yaxşı. Yazmışam ki, eyni cinsli qoşa samitli sözlərdə 5 dənə samitimiz var ki, qoşa olanlar. Ç-dır, P-dır, T-dır, Y-dır, bir də Q-dır. Yaxşımı? Bunların indi hərəsinə bir dənə nümunə yazıb üzərində izah edəcəm. Məsəl üçün, qoşa Ç-lar. İkincisi özünün qarşılığı ilə əvəz olunacaq. Baxın, eyni cinsli qoşa samitli sözdür, düzdürmü? Mövzunun mahiyyəti bundan ibarətdir. Nəylə əvəz olundu ikincisi? C ilə. Deyir, harda? Əksərən, harda? Qoşa bu sadaladığım samitləri görsək, ikincisi özünün qarşılığı ilə əvəz olunacaq. Aydındır, 4 dənədir. Bu Y-ni niyə buradan nöqtəli vergül qoymuşam, onu deyəcəm. Sonra, qoşa B-lara baxaq. Məsəl üçün, bunlara yox, P-lara, əstəğfurullah. Qoşa P-lara. Tappıltı sözü. Necə deyiləcək? İkincisi, özünün cincitili qarşılığı ilə əvəz olunacaq. Düzdürmü? Tap, bıltı. Aydındır. Və s. ilaxır digərlərinə də aiddir. Məsəl üçün, hətta şəklində olacaq. Hətta yazılır. Hətta deyilir. Q zaten ən çox işlənən məqamlardan biridir. Sonra ora mən yazmışam qoşa Y-ları. Qoşa Y-larda 2 cür məqam var. Əgər qoşa Y-lar sözün kökündədirsə, kökün özünə daxildirsə, düşmə hadisəsi olmayacaq. Səyyah, qəyyum, niyyət 2 Y ilə də yazılacaq. Aydındır? Yox, əgər şəkilçinin daxilindədirsə, iyyat, iyyət, iyyə və s. bu şəkilçilərin daxilindədirsə, biri düşəcək. Məsəl üçün, ədəbiyyat yazılacaq, ədəbiyyat deyiləcək. Hansı ki, orada qeyd etmişəm. Aydındır? Y-larda bir dənə bu məqam var. Onlara biz fikir verək. Sonra, bu uzun ora bir şeylər yazmışam. Qoşa B-lardır, V-lardır, L-lardır, F-lardır, S-lardır, qoşa M, N və s. Bu hərf birləşmələrində düşmə hadisəsi olmur. Məsələn, qoşa nə yazaq? B-lara yazaq, Abbas yazaq. D-lara nə yazaq? Addım yazaq. Addımı bəzən səhv eləyib, mən bir addım atdım. T-dır əvəzlənməsi yoxdur orada. Aydındır, olduğu şəkildə qalacaq. Məsəl üçün, qüvvət. Məsəl üçün, güllə. Bax, görürsünüz, çalışan hər birinə aid bir nümunə deyəm. Xiffət və s. Yəni, bu, bəzi şeylər indi, misallar çoxdur, təbii ki, yada düşməyə bilər. Əsas odur, qaydanı biz əzbər bilək. Yaxşı. Bu sadaladıqlarımın içərisində qoşa M-larla qoşa S-lara aid yenə bir istisnalarımız var. Deyəsiniz ki, daha nə oldu, bu istisnalar bizdən əl çəkmədi. Neyniyək, var da. Qoşa M ilə yazılsa da, mən dedim ki, qoşa M-lar, qoşa S-lar dəyişmir, olduğu kimi qalır. Amma bəzi istisnalar var. Məsəl üçün, qrammatika sözü. Necə deyiləcək? Qrammatika, bəli, M-nın biri düşəcək artıq tələffüzdə. Rejissor. Nə olacaq? Rejissor. S-nın biri düşəcək. Yaxşı. Daha sonra yazmışam ki, həl, həd, həs, haq, fən. Yəni bunları izah elə. Görək necə izah eləyək.
Bunlar eyni cinsli tək hecalı qoşa samitlə bitən sözlərdir. Məsəl üçün, fən sözü, həd sözü, düzdürmü? Eyni cinsdəndir, tək hecalıdır, düzdürmü? Qoşa samitlə düzdürmü? Qoşa samitlə eyni cinslidir. Yəni eyni cinsli nə deyib? Bayağı da demişdim. Yəni ötən dərsimizdə də demişdim. Eyni cinsli saitlərdə ola bilər, samitlər də ola bilər. Saitlər olanda necə idi? Məsəl üçün A, A, I, I, yəni eyni. Burada da eyni qaydadır. Sadəcə dəyişənlər samitlərdir. Yaxşı. Bunlara deyir ki, samitlə başlanan şəkilçi gələndə söz kökündəki son samit düşəcək. Niyə? N-nın biri düşəcək. Belə lordidə deyək. Nə olacaq? Fənlər çox ağırdır. Hamının başına gələn bir şeydir. Yaxud da deyir, həddən artıq yoruldum. D-nın biri düşəcək. Aydındır. Bu qaydadır. Orada bir dənə hiss və kül sözləri istisnadır ki, hiss bir s ilə olanda ocağın hissidir, o bildiyimiz bir s ilə olanda. O başqa məsələ. Kül də yenə əslində elə ocağın hissi, ocağın külü deyə bilərəm əslində. Lampanın hissi deyim, yaxşı ocağın külü deyim, belə deyim. O başqa məsələ. 2 l ilə 2 s ilə olanda tamam ayrı məna. Hiss yəni daxili aləm, hissiyat mənasındadır. Aydındır. O bu qaydaya tabi olmayacaq. Kül sözü də həmçinin. Bu hiss sözü nə zaman s-nın birini düşürdür? S, siz, su, süz şəkilçisi ilə işlənəndə, bəli, istənilən məqamda s-nın biri düşəcək. Yaxşı, bu iki sözə, bu istisnalara biz saşıq fikir verək. Aydındırmı? Sonra nə yazmışam? Öh, hərf birləşmələri. Aha. Mən bu bəzi şeyləri özümə məxsus şəkildə yazıram. Yəni öh, hərf birləşmələri deyə bir şey yoxdur. Sadəcə testlərdə %90 qarışdırırıq. Öh-lə gələnlər, sərdən bundan yazmıram, düşmüşəm qırmızının üstünə. Eh-lə yazılanlar. Deyirəm ki, tərkibində öh hissəsi varsa, h-dan qabaq ö gəlibsə, bu sözlərin deyilişi və yazılışı arasında fərq var. Məsəl üçün, möhtərəm, möhtərəm, möhtəşəm, möhtəşəm. Aydındırmı? Möhtəşəm şəklində tələffüz olunacaq. Ehlər olanlar, məsəl üçün, ehtiram, ehtiraz, nə bilim, nə olsun və s. Bunların da deyilişi və yazılışı arasında heç bir fərq yoxdur. Aydındır. Sonra yazmışam m ilə yazılanlar, n ilə yazılanlar. M ilə n ilə yazılanlar. Bunları çalışaq əzbərləyək. Yaxşımı? Onların konkret bir qaydası yoxdur. Kombidir, kömbədir, kombinatdır, peyğəmbərdir, ondan sonra kompotdur və s. Bunlar hamısı m ilə yazılan olan söz. Qumbaradır, bir də qumbara sözü. Bunlar hamısı m ilə yazılan sözlərdir. N ilə yazılanlar, məsəl üçün, şənbə, anbar, zanbaq. Başqa vaxtda hamısını sadalayırıq, indi gəlir yaddan çıxır. Normaldır, səhərdən çünki danışırıq. Yəni, m ilə yazılanlar bizdə daha çox qarışdırılır. Zənbil yaza bilərik. Yadıma düşdü. Görürsünüz? Yəni, müəllim bilir. M ilə yazılanlar, n ilə yazılanlar. Bunlara çalışaq fikir verək. Aydındır? Yəni, bunlar bizim testdə qarşımıza çox-çox çıxan məqamlardan biri olacaq. Belə. İndi bəzi şeylər, tənbəl də yaza bilərəm. Bir də tənbəl. İndi bəzi şeylər var ki, məsəl üçün deyir ki, yazılışı tənbəldir, deyilişi tənbəldir. Onunla mənim heç bir işim yoxdur. Mənim işim. Hansında yazılışda m, hansında yazılışda n-nın olmağıdır. Aydındır, bu sözləri əzbər. Bunların konkret qaydası yoxdur. Üzrü sayın, yəni bunları belə əzbərləməlisiniz. Sonra gəlirik videonun sonuna. B, D, C, G samitlərinə. Bir-iki dəqiqədə bundan danışaq, bilirəm, yoruldunuz.
Amma öyrənmək əziyyətli işdir. Çünki mən çalışdım ki, yəni fonetikadan, samitlər hissəsindən bir şey qalmasın. Ona görə hər şeydən danışmaq istədim. Məsəl üçün, bu sözlər, sonu yəni BDCC ilə bitən sözlər, müxtəlif hecalı sözlərdən gedir. Adi halda özünü kar qarşılığı ilə əvəz olunacaq. Bunun qarşılığı nədir? P. D-nınki T, C-nınki Ç, C-nınki Ç. Yaxşı? Yox, əgər bu sözlərə saitlə başlanan şəkilci gələrsə, saitlə başlanan şəkilci gələrsə nə olur? Samitlə başlanan şəkilci gələrsə nə olur? Saitlə başlanan şəkilci gələrsə mövqeyini dəyişir, eləyirdi. Palıd ağacı olduğu kimi qalacaq. Aydındır? Yox, əgər samitlə başlanan şəkilci gələrsə, D-dan sonra yer, mövqeyini T-ya keçirdəcək. Palıd yarpağı. Aydındırmı? Başqa bir nümunə də deyək, istəyirsinizsə, C deyək. Tutaq ki, deyək səhəng. Aydındır? Adi halda Q ilə tələffüz olunacaq. Saitlə başlanan şəkilci gəlsə C, samitlə başlanan şəkilci gələndə yenə öz mövqeyini dəyişmiş olacaq. Samitlərin də izahı bu qədər. Növbəti dərsimizdə fonetikanın sonunu çəkəcəyik artıq. İzlədiyiniz üçün təşəkkür edirəm.